Vaxtilə Ermənistanın işğal etdiyi Azərbaycanın suveren ərazisi olan Qarabağda mövcud olmuş qondarma rejimin ordusuna yüksək vəzifələrə təyinatın təqdimatını Ermənistanın Müdafiə Nazirliyi verirdi və sonra bu Ermənistan prezidenti tərəfindən təsdiqlənirdi. Bunu Azərbaycana və xalqımıza qarşı çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Bako Saakyan 15 nəfər erməni əsilli şəxsin barəsində olan cinayət işinin baxıldığı məhkəmə prosesində dövlət ittihamçılarının suallarını cavablandırarkən dedi. Bildirdi ki, Azərbaycanın suveren ərazisi olan Qarabağda vaxtilə mövcud olmuş qondarma rejimin ordusu ilə bağlı bütün məruzələr Ermənistan Müdafiə Nazirliyinə edilirdi. Bu ordu Ermənistanın ən böyük ordu birləşməsi olub. Ordunun idarə olunması çox sadə qaydada həyata keçirilirdi. Hər şey yuxarıdan idarə olunurdu. Qondarma rejimin silahlı qüvvələrində nə qədər hərbi qulluqçunun xidmət etməsi, habelə hərbi xərclərin hansı qaydada qarşılanması, Ermənistan tərəfindən qondarma rejimin hərbi xərclərinin ödənilməsinə dair dövlət ittihamçısı Vüsal Abdullayevin sualına isə belə cavab verdi. Təxminən 20 min nəfər var idi. Bizim büdcədə ordu üçün xərclərimiz yox idi. Bütün hərbi xərclər, verilən əmək haqqları, əskərlərin təminatı birbaşa Ermənistan büdcəsindən ayrılırdı. Silah-sursat açıq-aşkar Ermənistan Respublikasından gətirilirdi. Ermənistan tərəfindən ayrılan müddətsiz və faizsiz kreditlərin bura aidiyyatı yox idi. Həmin ödənişlər ayrıca aparılırdı. İkinci Qarabağ müharibəsi zamanı mülki əhalinin yaşadığı Azərbaycanın şəhər və kəndlərinin İskəndər M silahları ilə atəşə tutulması ilə bağlı Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin sualına cavabında Bako Saakyan dedi ki, həmin atışlar işğal edilmiş ərazilərdən olmayıb. Həmçinin Azərbaycanın işğal edilmiş ərazilərində İskəndər M, .U kimi silahlar heç vaxt olmayıb. Bako Saakyan bildirdi ki, qondarma rejimin büdcəsi dövlətlərarası kreditlər hesabına formalaşıb və hər il Ermənistan tərəfindən verilib. Müqabiliyə görə, bu faizsiz kreditlər olub. Əvvəlki dövrlərdə demək olar ki, bu tamamilə Ermənistan tərəfindən həyata keçirilib. Razılaşmaya əsasən qondarma rejimin iqtisadiyyatı dirçəldikdən sonra kreditlər qaytarılacaqdı. Lakin 1991-ci ildən 2023-cü ilə kimi Ermənistan tərəfindən ayrılmış kreditlərdən heç biri qaytarılmadı. Bundan başqa, büdcə Ermənistandan verilən kreditlərlə yanaşı qondarma rejimin vəsaitləri hesabına formalaşıb. Habelə məbləğin bir hissəsi Ermənistan gömrüyündən yığılmış pullar olub. Çünki Ermənistanla qondarma rejim arasında gömrük keçid məntəqəsi olmayıb. Gömrük hesabına toplanmış vəsaitlər qondarma rejimə qaytarılıb. Ermənistan tərəfindən vaxtilə işğal altında olan Azərbaycanın suveren ərazilərində hazırlanan məhsullar Ermənistanın adından rəsmiləşdirilib. Ermənistan şirkətləri vasitəsilə xaricə ixrac edilib. Qarabağ Ermənistan Respublikası üçün xarici ölkə hesab edilməyib. Ermənistan tərəfindən Qarabağdakı erməni sakinlərə pasport üçün ayrıca seriya nömrəsinin verilməsinə dair sualı cavablandıran zaman Bako Saakyan bildirdi ki, qondarma rejimin ərazisində yaşayan şəxslərə Ermənistan pasportu verilmişdi. Ümumiyyətlə, Qarabağdakı erməni sakinlərə verilən pasportun Ermənistan vətəndaşlarının pasportundan fərqi yalnız seçki hüququnun tanınmasına görə idi. Ermənistan sakinləri vaxtilə işğal altında olmuş Azərbaycanın suveren ərazisi olan Qarabağda, həmin ərazilərdə yaşayan erməni sakinləri isə Ermənistanda keçirilən seçkilərdə iştirak edə bilməzdilər. Qalan bütün hüquqlardan istifadə edə bilərdilər. Sonra təqsirləndirilən Arayik Harutyunyan, Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin suallarını cavablandırdı. Bildirdi ki, qondarma rejimdə Ermənistanın bank sistemi işləyib. Pul kredit sistemi Ermənistanla eyni olub. Ümumiyyətlə, bank sistemi Ermənistan Mərkəzi Bankı tərəfindən idarə olunub. Pensiyalar artırılanda Ermənistanla məsləhətləşmələr aparılırdı. Deyilirdi ki, əlavə maliyyə ayrılsın. Yaxud başqa layihələr həyata keçiriləndə onlarla məsləhətləşmələr aparırdıq. Əmək haqqı siyasətini də onlarla razılaşdırırdıq. Çünki pulu Ermənistan verirdi. Arayik Harutyunyan dövlət ittihamçısı Fuad Musayevin suallarına cavab olaraq dedi ki, vaxtilə Ermənistan tərəfindən işğal olunmuş Azərbaycanın suveren ərazilərində istehsal olunan məhsullar Ermənistan məhsulu adı altında xarici bazarlara çıxarılıb. Məhsulun üzərinə Made in Armenia yazılırdı. Bir neçə şirkət ixracla məşğul olurdu. Bu şirkətlər Ermənistanda qeydiyyatdan keçirdi. Çünki sertifikatlaşdırma və digər sənədləşmə işləri üçün yeganə yol bu idi. Son mərhələdə bu məhsul Ermənistandan ixrac olunurdu. Yaxud Ermənistanda qeydiyyatdan keçmiş hansısa şirkətə köçürülürdü. Həmin şirkət vasitəsilə göndərilirdi. İdxalda isə heç bir problem və məhdudiyyət yox idi. Arayik Harutyunyan dedi ki, 2020-ci ilin iyununda Ermənistanda Təhlükəsizlik Şurasının iclası olub.
Orada Ermənistanın prezidenti və baş naziri ilə görüşüb. Siyasi vəziyyətdən, danışıqlar prosesindən söhbət aparıblar. Bildirdi ki, vaxtilə Ermənistan tərəfindən işğal olunmuş Azərbaycanın suveren ərazilərinə gələn şəxslər üçün viza onların pasportuna yox, ayrıca sənədə vurulurdu. Bu ona görə belə edilirdi ki, pasportda bu barədə qeyd olmasın. Sonradan həmin şəxslər Azərbaycanın qara siyahısına düşməsin. Təqsirləndirilən qondarma rejimin silahlı birləşmələri ilə bağlı sualı belə cavablandırdı. Bu məsələlər Ermənistanda gizli sənədlərlə aparılırdı. Lakin mənim o məlumatları əldə etmək imkanım var idi. Bu, Ermənistan Silahlı Qüvvələrinin ən böyük hərbi birliyi idi. Qarabağda Ermənistan Silahlı Qüvvələrinin 2 diviziyası, bir neçə əlahiddə alayıq, xüsusi təyinatlı, kəşfiyyat, rabitə, maddi texniki xidmət bölmələri vardı. Say tərkibi təxminən 20 min nəfər idi. Tərkibdə Ermənistandan gələn müddətli hərbi qulluqçular da vardı. Ümumiyyətlə, əskərlərin böyük hissəsi Ermənistandan gələnlər idi. Arayik Harutyunyan dedi ki, hərbi qulluqçular arasında fərq qoyulmurdu. Həm Ermənistandan gələnlər, həm də Ermənistan tərəfindən işğal altında saxlanılan Azərbaycanın suveren ərazilərində yaşayanlar qondarma rejimin ordusunda qarışıq xidmət edirdi. Ordu birmənalı olaraq Ermənistandan maliyyələşirdi. Yəni Ermənistan Müdafiə Nazirliyinin büdcəsindən. Bütün vəzifələrin təyinatı Ermənistan Müdafiə Nazirliyinin yüksək vəzifədə oturan şəxslər tərəfindən həyata keçirilirdi. Qondarma rejimin ordusuna təyinatı Ermənistanın Müdafiə Nazirliyi aparsa da, amma elə görüntü yaradılıb ki, güya bu təyinat qondarma rejimdə aparılıb. Qondarma rejimin silahlı birləşmələri kim tərəfindən idarə olunurdu sualına isə Arayik Harutyunyan belə cavab verdi. Ermənistanın bir bölməsi hesab olunurdu. Bütün hallarda qərarlar Ermənistanın baş qərargah rəisindən, yəni yuxarıdan aşağı verilirdi. Silah, sursat, hərbi texnikalar hardan əldə olunurdu sualını isə belə cavablandırdı. Nəinki silah sursat, bütün təchizat Ermənistan Müdafiə Nazirliyi tərəfindən həyata keçirilirdi. Hətta çörək belə Ermənistanın maddi texniki təchizat bölməsindən gəlirdi. Tenderlər də Ermənistanda keçirilirdi. Bütün silah sursat Ermənistan Müdafiə Nazirliyinin balansında idi. Yəni bütün təchizat Ermənistan Müdafiə Nazirliyinin balansında olub. Arayik Harutyunyan vaxtilə Ermənistanın işğalı altında saxlanılmış Azərbaycanın suveren ərazilərində İskəndər M və bu tipli silahların olması barədə məlumatsız olduğunu dedi. Bildirdi ki, Azərbaycanın hava limanlarının hədəfə götürülməsi barədə məlumatı Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisi Onik Kasparyandan öyrənib. Bilirəm ki, belə qərarları baş qərargah rəisinin xəbəri olmadan vermək olmaz. Ya onun göstərişi, ya da onun məlumatlığı ilə həyata keçirilməlidir. Birinci mərhələdə mənə Gəncədə yerləşən hava limanlarının vurulması barədə məlumat verilib. Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi, Camal Ramazanov və Anar Rızayevdən ibarət tərkibdə keçirilən məhkəmə iclasında zərər çəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri də iştirak edirlər. Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarət altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə Azərbaycana hərbi təcavüz etmək məqsədi ilə yaradılmış, həmçinin Robert Köçəryan, Serj Sarkisyan, Vazgen Manukyan, Vazgen Sarkisyan, Samvel Babayan, Vitali Balasanyan, Zori Balayan, Seyran Ohanyan, Arşavir Qaramyan, Monte Melkanyan və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birliyi tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 nəfər erməni əsilli təqsirləndirilən şəxs ittiham edilir. Məhkəmə prosesi martın 17-sində davam etdiriləcək.